Kənd Qaraqaya Gülüdüz. Yəni bu kəndlərin insanlarını təbii ki, aşağıdan hücum olanda o kəndlərə deyilənlərdən mən şahidiyəm ki, yuxarı kəndlərə, yəni Gülüdüzə, Qaraqaya, Gədifəngə bu kəndlərə qaçırdı qadınlar falan. Kişilər isə aşağıda onların qarşısını kəsib, ağaçları kəsib yola qoyurdular. Amma əllərində silah yox, heç birisi silahlı insanlar qarşısında yalın əllərlə dururdular. Amma sonradan insanları dilə tutmaq rayon istəyir, o vaxt raykom katibləri, polis rəisləri, güya ki, insanların bu çox da qırğını olmasın, ölümdirim olmasın deyə qarşılarına alaraq bunları könüllü sürətdə, zorla, könüllü sürətdən deyəndə zorla maşınlara yüklədərək veşsiz falan bir canlarını, quru canlarını götürüb çıxdılar. Və bu zamanda Talib Məmmədovun dediyinə görə deməli insanları maşına doldurublar o xaladenik soyuducu maşınına. Deməli bir Gülüdüzdə İspəndiyar kişi vardı, Allah rəhmət eləsin, o kəndlərin mollası idi. Onun yoldaşı da Səhnə qarı idi. O Səhnə qarı biraz qocalıqdan biraz beli də əyilmişdi. İnan deyir ki, o saqqallar onu bax, ayağından, qolundan belə tullayıb, maşının içində tullayırdılar. Yəni, bu cürə təsirlər eləyirdilər və o insanları yığıb maşınlara gedib aparırdılar ki, aşağıdan rayonun içərisindən keçmək biraz çətin olduğunu nəzərə alarıq. Bunları ikinci tərəfdə, bu, yəni Paşalı istiqamətinə Kötanlı deyilən kənd var, onun yanından çıxartmaq qərarına gəliblər. Amma təbii ki, yer hamısı qarıdır, qar basmışdı, o maşınlar ora getmirdi. Maşınların getməsi. Amma bunları aparanda dediklərinə görə maşının qabağında ora bir benzin maşını da sürüblər ki, o insanları orada yığıb bir yerə toplayıb yandırmaq, məhv eləmək kimi yəni fikirlərə düşüblər. Amma şükür ki, o insanlar bir xətarsız, yəni canlarına bir xətər yetirmədən çətinliklə də olsa oranı tərk elədilər, çıxdılar.